Fəlsəfəşünas Təbriz Qasımovla İslam fəlsəfə tarixinə yön vermiş şəxsləri seçəcəyik. Başlayaq. Başlayaq. Cavad Amuli yoxsa Nəsrəddin Tusi? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Mürtəza Mütəhhəri? Valla biraz çətin sualdır. Yəni mən Mürtəza Mütəhhərini nəyə görə çox bəyənirəm? Qələmi çox güclüdür. Üslubu çox güclüdür. Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Seyid Hüseyn Nasır? Seyid Hüseyn Nasır müasir elmləri də çox gözəl bilir, amma Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Misbah Yazdi? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Əllamə Təbətəbai? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Bəhmənyar? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa İbn Tufeyl? Nəsrəddin Tusi. Nəsrəddin Tusi yoxsa İbn Bəccə? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Sührəvərdi? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Fəxrəddin Razi? Fəxrəddin Razinin bəzi yönləri var ki, çox möhtəşəmdir. Tutalım, Fəxrəddin Raziyə çox kiçik bir mətn verin. O oradan elə suallar çıxaracaq. Yəni bu yönünə görə Fəxrəddin Razi mənim üçün bir nömrədir. Amma nəzəriyə baxanda Nəsrəddin Tusi də. İbn Ərəbi yoxsa Nəsrəddin Tusi? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa İmam Qəzzali? Müqayisə etməzdim. Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Əl-Fərabi? Ümumi götürsün. Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Əl-Kindi? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa İbn Rüşd? İbn Rüşd yaxşı şərhçidir, kommentatordur, amma ümumi nəzəriyyəni götürəndə Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Mirdamad? Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa İbn Sina? Çox çətin sualdır. Çünki İbn Sina çox yenilikçi bir adamdır və ensiklopedik bir adamdır. Amma əsas nəzəriyyəyə gələndə Nəsrəddin Tusi də. Nəsrəddin Tusi yoxsa Molla Sədra? Bu da çətin sualdır, amma nəzərə alsaq ki, Molla Sədra öz fəlsəfəsini İbn Ərəbinin irfanı üzərində qurub, necə ki, müasir tədqiqatçılardan bəziləri bunu deyir. Məsələn, Həsənzadə Amili deyir ki, Molla Sədra fəlsəfəsi İbn Ərəbi irfanının şərhidir. Ona görə Nəsrəddin Tusi də. Onda bonus sualımıza gələk. Nəsrəddin Tusi yoxsa Təbriz Qasımov? Nəsrəddin Tusi